Yaz mövsümündə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Muxtar Respublikaya gətirilən 50 qutu ipək qurdu toxumu inkubasiya edilərək kümçülərə paylanıb. Şərur rayonu üzrə isə 10 kümçüyə ümumilikdə 11 qutu ipək qurdu toxumu verilib. Kümçülərə paylanan ipək qurdu toxumlarının bəslənməsi, onlara düzgün qulluq göstərilməsi, qidalanma, temperatur və havalandırma rejiminə əməl olunması nəticəsində bugün məhsul yığımı mərhələsinə gəlinib. Artıq bütün kimxanalarda məhsulun təhvil verilmə mərhələsinə keçmişik. Demək olar ki, bu günə olan məlumat 465 kiloqram saf barama məhsulu barama qəbulu məntəqələrinə təhvil verilmişdi. Hal-hazırda məhsul təhvil verilmə prosesi davam edir. 11 qutudan orta rəqəm 42,7 kiloqrama yaxın olmuşdu. Gözləntimiz ondan ibarətdir ki, hər qutuya 50 kiloqram məhsul istehsal edə biləcəyik. Hazırda Şərur rayonunda kümçülər tərəfindən bəslənilən ipək qurdlarından əldə olunan baramalar yığılaraq təhvilə hazırlanır. Bu mərhələdə kümçülər tərəfindən yetişdirilən baramalar təmizlənir, çeşidlənir, xüsusi qablara yığılır və qəbul məntəqəsinə aparılması üçün hazır vəziyyətə gətirilir. Bu illəri 2 qutu barama götürmüşdük, barama toxumu. Bütün hava şəraitinin pis olmasına baxmayaraq, bütün aqrotexniki qaydalara əməl edərək məhsullarımızı yüksək verilmişik. 85 kilo hal-hazırda təhvil vermişik. 50 kiloya yaxın da hazır məhsulumuz var, onu təhvil verəcəyik. Çox sağ olsun dövlətimiz ki, bizə bu şəraiti yaratdı. Biz ailə büdcəmizi yaxşılaşdırmaq üçün qismət olarsa gələn illəri inşallah yenə də bir barama götürüb bezdirmək fikrimiz var. Qeyd edək ki, Şərur rayonunda baramaçılığın inkişafı üçün həyata keçirilən tədbirlər bu sahəyə marağı artırır. Mövsüm ərzində kümçülərin zəhməti hesabına yetişdirilən məhsulun təhvilə verilməsi baramaçılıq təsərrüfatında növbəti mərhələnin uğurla başa çatdığını göstərir. Heydər Məmmədov, xanım Rüstəmzadə, Rahib Babayev, NTV Xəbər.